Ukrayna Amerika Birləşmiş Ştatlarının 30 günlük atəşkəs təklifini qəbul etdi. Ötən gün Kiyevdən və Vaşinqtondan olan nümayəndə heyətləri Səudiyyə Ərəbistanındaydılar. Ciddə şəhərində keçirilən deməli görüş bir xeyli vaxt apardı. Görüşdən dərhal sonra dövlət katibi Marco Rubio'dan da ayrıca açıqlama gəldi. O belə bir cümlə işlətdi. Artıq Ukraynada sülh məsələsində indi top Rusiyadadır. Biz ümid edirik ki, Kiyev kimi Moskva da müsbət addım atacaq bu yöndə və biz istəyimizə nail olacağıq. Gecə saatlarında Ukrayna prezidenti Volodimir Zelenskinin də açıqlaması yayıldı. Aslında ötən gün Zelenski də Ciddədə idi. Hətta bir gün əvvəldən getmişdi Səudiyyə Ərəbistanına, amma bu görüşlərdə iştirak etməyəcəyini açıqlamışdı və belə də oldu. Yaxud bizə gələn xəbərlər və görüntülərdə onun iştirak etmədiyini gördük. Nə deyir Zelenski? Deyir, komandalar arasındakı deməli qarşılıqlı söhbətə görə prezident Donald Trumpa təşəkkür edirəm. Əslində Oval kabinetdəki 28 fevral o gərgin görüşdə də Trump administrasiyasının Zelenskidən qoparmaq istədiyi həm də təşəkkür idi. Xüsusən də Vance canfəşanlıq edirdi. Rubio'nun səfər öncəsi açıqlamaları var idi. Aydındır ki, Ukraynanın Rusiyalıları hər hansı bir ağlabatan müddət ərzində 2014-cü ildə olduqları yerə qaytarması çox çətin olacaq. Bəli, nikbin deyil bu mövzuda Rubio. Ümumiyyətlə, Trump administrasiyası və başa düşürlər ki, Ukrayna artıq 2014-də itirdiklərini itirdi və həmin sərhədlərə geri qayıtması bundan sonra qeyri-mümkün görünür. Rusiya vaxt qazanaraq gücünü toplamağa çalışır. Deməli, hazırda müharibənin bir günü Rusiya üçün 1 milyard dollara başa gəlir və Moskva müharibədə fasilə əldə etməklə öz gücünü bərpa etməyə çalışır. Bunu kim deyir? Ukrayna Müdafiə Nazirliyinin Baş Kəşfiyyat İdarəsinin rəhbəri. Hərbi xərclər Rusiyanın dövlət büdcəsinin 41%-ni təşkil edir. Avropa Komissiyasının prezidenti Ursula von der Leyen'in də ötən gün Avropa Parlamentindəki çıxışında əsas gündəmi Rusiyanın hərbi imkanları və Avropanın imkansızlığı idi. Kreml hərbi sahəyə bütün Avropadan daha çox vəsait xərcləyir. Kreml hərbi sahəyə bütün Avropadan daha çox hərbi vəsait xərcləyir. Bu sözləri dedikdən sonra əlavə etdi ki, Putin dəfələrlə sübut edib, o düşmən qonşudur, ona etibar etmək olmaz, onu yalnız çəkindirmək olar, dedi xanım Leyen və əlavə etdi ki, Avropanı müdafiə xərclərini artırmağa çağırıram, bu artıq labüddür, vacibdir bunu etmək. Avropanın müdafiəsi üçün artıma ehtiyacımız var, dedi xanım diplomat və əsas çağırışı bu oldu ki, qitədə sülhü təmin edəcək Avropa Müdafiə İttifaqını qurmağın vaxtı çatıb. Yəni, bu böyük bir təşkilatdan gedir burada söhbət, böyük bir ittifaqdan gedir söhbət. Təbii ki, bu yerdə Elon Musk'ın dediyi bir cümlə yada düşür. Deyirdi, Amerika Birləşmiş Ştatlarının Avropanın müdafiəsi üçün pul xərcləməsi mənasızdır və hətta Amerika artıq deməli NATO'dan da geri çəkilməlidir. Elə bu günlərdə NATO rəhbəri ilə Trump'ın bir görüşü də baş tutmalıdır. Yəqin ki, bu məsələlər də orada müzakirə olunacaq. Səudiyyə Ərəbistanı həm də ABŞ-Rusiya danışıqlarına ev sahibliyi edəcək. Daha doğrusu növbəti ABŞ-Rusiya danışıqlarına. Birinci görüşdə olduğu kimi bu görüşdə paytaxt Ər-Riyadda mı baş tutar, yoxsa Ukrayna-ABŞ danışıqlarının keçirildiyi Ciddədə mi həyata keçirilər? Bunu hələ bilmək olmaz. Açıqlanan tarix də, amma bunu Donald Trump açıqlayıb. Rəsmi Moskvadan hələ bununla bağlı bir təsdiq gəlməyib. Təbii ki, 15 saat uçaraq okean, dağ, dərə keçib Səudiyyə Ərəbistanına qədər gələn Amerikalılar istəyərlər ki, elə gəlmişkən Ruslarla da söhbəti bir dəfəliyə həll edib qayıtsınlar. Donald Trump ötən gecə açıqladı ki, Rusiya-ABŞ danışıqları 11-12 mart, yəni saat fərqini götürsək, bugün sabah ərzində həyata keçməlidir. Yəqin ki, Rubio da o məsafəni geri qayıtmaz Ruslarla danışıq aparmadan. Putin dəfələrlə sübut edib, o düşmən qonşudur, ona etibar etmək olmaz, onu yalnız çəkindirmək olar, dedi xanım Leyen və əlavə etdi ki, Avropanı müdafiə xərclərini artırmağa çağırıram, bu artıq labüddür, vacibdir bunu etmək.